Salam əziz 9-cu sinifdə oxuyan abituriyentlər. Bilirsiniz ki, 5 aprel tarixində birinci zonada 9-cu siniflərin buraxılış imtahanı olacaq. Amma Dövlət İmtahan Mərkəzi hansı şəhərlərdə, hansı rayonlarda imtahan olacaq, bunun haqqında heç bir məlumat verməmişdi. Artıq Dövlət İmtahan Mərkəzi bunu elan etdi. Videomuzu bəyənin, paylaşın və digər abituriyentlərə göndərin ki, onların da bundan xəbər olsun. 5 aprel tarixində Xətai, Nərmanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə birinci hissə, Samux, Yevlax, Şəmkir birinci hissə, Ağstafa, Şəki, Lənkəran birinci hissə, Astara, Yardımlı, Ağdam, o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri, Ağcabədi, Şuşa, Xankəndi, şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi, Kəlbəcər, şəhər 1 nömrəli məktəb, Xocalı, şəhər 1 nömrəli və Balıca kənd tam orta məktəbləri, Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran. Bu şəhər və rayonlarda təhsil alan abituriyentlər 5 aprel tarixində buraxılış imtahanında iştirak edəcəklər.